Cinsi istəksizlik, cinsi zəiflik sonunda kişinin orientasiyasının dəyişməsinə səbəb ola bilər. Çox ağırlı bir problem haqqında danışırsınız. Burada eyni zamanda prostata bir əlavə etsək, doğrudan prostata yaranan problemlər olursa, bəzi vaxtda prostatda olan masaj, bəzi vaxtda prostatda olan problemlər onlarda cinsi həvəs və maraq istəyi biraz artıla bilir. Bu da onların beynində bir inqilab törədir. Və bunun nəticəsində əlbəttə elə bir şeylərin olması mümkündür. Amma təhlükəli haldır. Belə insanlara mən məsləhət görürəm ki, bunu etməkdənsə müalicə olunsunlar. Vaxtında müalicə olunub, öz arzu və istəklərini həyata keçirmək istəyirlərsə, müalicəni gecikdirməsinlər və ixtisaslı müalicə alsınlar. Demək olarmı ki, doktor, sonradan qazanılmış orientasiya dəyişikliyində birbaşa olaraq kişi özü günahkardır? Bəli, ümumiyyətcə yadınıza qalsın ki, həyatda qazanılan bütün xəstəliklərin 99% səbəbkarı, günahkarı əlbəttə kişilər özləridir.